kəs salamlayıram. Çalışacağım ki, qısa olsun. Nə qədər çatdırsam 10 dəqiqəyə sığdıracağım. Vaxt çox istəmirəm. Bugün mən sosial şəbəkələrin önəmindən danışacağım. Hansı ki, mən sosial şəbəkələrdə necə inkişaf etmişəm. İlk öncə özümdən danışacağım. Mən Aynurə Baxşova. 1986-cı ildə Culfa rayon Yaycı kəndində doğulmuşam. Ailəliyəm, 3 övladım var. Ali təhsilliyəm, təhsilim İngilis dili müəlliməsidir. 4 il İngilis dili müəlliməsi kimi çalışmışam. 7 il şəxsi biznesim olub. Şəxsi biznesim vasitəsilə, elə öz yaxın tanışım vasitəsilə Faberliklə əməkdaşlığa başlamışam. Artıq 3-cü ildir, 2023-cü ildən Faberliklə əməkdaşlıq edirəm və hal-hazırda şirkətin açıq rütbədə milli direktoruyam. Bu günləri mən sosial medianın gücündən danışmaq istəyirəm. Düzdür, mən hardasa Yaqut direktora qədər sırf WhatsApp üzərindən özümü inkişaf etdirmişəm. Heç bir sosial şəbəkədə çalışmadan yalnız WhatsApp üzərində işləmişəm. Bu təbii ki, ayrı bir təlimdir. Mən indi sırf sosial mediada necə inkişaf etmək olar? Sosial medianın əslində gücünü bildikdən sonra bizdə lazım olan orada geniş auditoriya. Əslində biz kiçik əhatəmizlə böyüdürük kontaktlarımızı, amma bəzən elə olur ki, artıq biz yüksək rütbələrdə komandamızı artırmaqda bizə lazım olur ki, geniş bir əhatə. Və mən düşündüm ki, sosial şəbəkədə necə inkişaf edə bilərəm ki, hansı ki, çoxumuzun sosial şəbəkələrdə üz göstərmə imkanı yoxdur. Hansı ki, elə xanımlardan biri də mənəm. Əsasən orada geniş auditoriyanı yığmaq və davamlı görünürlük, davamlı davamiyyətli, yəni mən çəkdiyim öz videolarımla mənim sosial şəbəkəmin mən şəklini orada yerləşdirmişəm. Hansı ki, hər gün ardıcıl gördüyüm işləri davamlı göstərmişəm və şəxsi brendi yaratmaq. Mənim şəxsi brendim gördüyünüz kimi yaşıl rəngli, səhifəmi işlətsəz görərsiniz ki, mən artıq Aynurə Baxşova kimi öz brendimi yaratmışam. Və sosial şəbəkələrdə sosial sübut. Sosial sübut nədir? Biz orada görsəniz, mən öz gəlirlərimi yerləşdirmişəm. Hansı ki, bir ildə şirkətimizdən 20.000 manat premiya etmişəm yalnız. Premiyalarımı elə təkcə o baxış sayına görə mən nə qədər yeni üzvlər komandama gəlib. Hansı ki, sırf o yerləşdiyim reels videolara görə. Əlçatanlıq və ünsiyyət nəyə görə vacibdir? Biz sosial şəbəkədə günlük paylaşımlarımızla insanların diqqətini çəkirik. Hansı ki, biz artıq belə deyim, əlçatan oluruq. Bizim videolarımız keşfətə düşdükcə oradan artıq bizim brendimiz göz önündə olur davamlı. Network, gördüyünüz kimi mən network təlimçi qoymuşam orada öz adımı. Və artıq insanlar başlayır tanımağa və davamlı mənə yazırlar ki, təlimçi nədir, nə işlə məşğulsunuz, davamlı soruşurlar. Və bu da mən yeni insanları qazanmağıma səbəb olur. Və beləliklə orada gördüyünüz kimi bəzən mən səhifələrdə çox görürəm ki, məhsullar paylaşılır yalnız. Məhsulları isə yalnız mən təqdimat xarakterli paylaşıram. Və bu daha çox maraqlı olur ki, bu hansı məhsuldur, Faberlikdir. Əvvəldən Faberlik səhifələri görəndə mən ilk əvvəl məhsullar paylaşırdım. Hamı yazır ki, Faberlikdir, yox istəmirəm. Misal üçün görürdüm ki, məlumat verən kimi, amma indi mən səhifəmi elə yaratmışam ki, insanlar gəlir mənə yazır və bu məlumat verəndən sonra nə gözlərsiniz. Oradan da bu sizin səhifəniz və oradan həm də satışlar edirəm. Aynurə. Göstərmədən necə uğurlu olmaq olar? Sosial mediada vacib deyil ki, sən kamera arxasında olasan. Sosial mediada bu günə qədər mən yüz göstərmədən bir çox uğur əldə etmişəm. Hansı ki, bizə lazım olan ilk öncə biz səhifə düzəlməyizdir ki, hansı ki, görürsünüz, başqa qeyri-professional hər hansı hərflər, nömrələr, rəqəmlər qoyurlar. Bu da insanların qarşısına çox geç çıxır. Misal üçün, orada mən də təlimçi qoymuşam. Açar sözlərdə milli direktor, şəbəkəçi, təlimçi, Faberlik qoymuşam. Hansı ki, məni daha rahat. Faberlik yazan kimi mən çıxacam. Daha sonra təlimçi, top lider. Bax, bu açar sözlər çox önəmlidir ki, mən hansı ki, bu sırf səhifənin bu dizaynına görə mən öz şəxsi inkişafıma xeyli pul ayırmışam. Bio yazısı bir cümlə ilə olmalıdır ki, səni izah etsin, sən kimsən, mütləq şəkildə necə nə fayda
qazanmağı öyrədirik. Hansı ki, mən burada nəticəm var ki, bir ildə 6 rütbə təsdiqləmişəm və şirkətin milli direktoruyam. Burada yazmışam ki, artıq mənim nəticəm danışır. Bəli, bəzən deyirlər ki, bəs biz bu rütbədə deyilik, biz necə, nəyi göstərək, necə göstərək? Bəli, olar. Biz əgər bu şirkətə başlamışızsa, hər hansı bir üstün cəhətimiz var. Ya rekrutingi bacarırıq, ya təlimi. Mən də səhifəmi açanda brilyant direktor deyildim, amma təlimçi kimi, təlimçiliyi üzərində özlərində işləyirdim. Ona görə mən orada ilk elə səhifəmin adını təlimçi qoymuşdum. Və xanımlara ilk aydan yüksək qazanc qazandırıram. Elə burada onu yazmaqla xanımların ilk diqqətini çəkirəm ki, necə ilk aydan gəlir əldə edirik. Bu haqda çox mənə yazırlar. Və eyni zamanda mənə yazanları yönləndirirəm. Sırf orada gördüyünüz kimi WhatsApp linkim var. Keçid edib, rahat şəkildə mənə yazırlar. Daha sonra profildə mən gördüyünüz kimi öz şəklimi qoya bilmədiyimə görə profildə mən logodan istifadə etmişəm. Aynurə Baxışova və mənim logom, brilyant işarəsi. Bilirsiniz ki, komandamın adı Black Diamond olduğuna görə mən o logodan istifadə etmişəm. Belə də etmək olar ki, misal üçün hər hansı bir şəkildə qoya bilərik və ya bizim işimizi yansıdan kompüter arxasında bir xanım şəkildə qoymaq olur. Amma mən öz şəklimi qoya bilmədiyimə görə belə bir logodan istifadə etdim. Daha sonra səhifənin dizaynı. Səhifənin dizaynı çox önəmlidir. Çünki bizim səhifəmizə keşfətə düşərkən daxil olanlar ilk andan səhifəmizin ardıcıllığına, rənginə, dizaynına baxıb bizim səhifədə qalmağa qərar verirlər. Ona görə də mən öz səhifə dizaynını yaşıl rəng seçmişəm və ardıcıllığı da düzgün yaratmışam. Belə olan halda mənim səhifəmə gələn xanımlar davamlı qalıb, orada mənim paylaşımlarımı izləyirlər. Və önə çıxanlar çox vacibdir. Baxın, mən orada seminarlar yerləşdirmişəm, qazanclarımı, hansı ki, yenə yaşıl rəngdən istifadə etmişəm, səliqəli görünüm üçün rənglər yerləşdirmişəm orada. Yəni, bizim səhifəmizin əsas menyusu önə çıxanlardır ki, mütləq şəkildə o da dizaynlı olmalıdır. Hekayələr bölümü günlük həyatımızdan bəhs etməlidir. Gördüyümüz işlərdən. Çünki mən hər gün səhər dururamsa, mütləq erkən vaxtlarda duran kimi çalışıram ki, nəsə paylaşım edeyim. Gün orta işdən biraz paylaşım edirəm. Gün ərzində mənə yazanlardan, insanların güvənini qazanmaq üçün sorğu-suallar yerləşdirirəm. Bu da mütləqdir ki, sual-cavabda iştirak edənlər mütləq şəkildə səninlə daha isti kontaktda keçirlər. Sosial mediada güvəni necə yaratmaq olar? Güvən yaratmaq üçün ilk öncə biz hansı işi görürük? Misal üçün, mən insanların hansı problemini həll edirəm? Misal üçün, mən təlimçiyəm, komandama gələn insanların inkişafına dərindən dəstək oluram. Unikal dəyər, misal üçün, biz hansı dəyəri veririk? Mən misal üçün, bugün öz inkişafım üçün büdcə ayıram, təlimlər hazırlayıram. Hazırladığım təlimləri paylaşıram ki, biz dəyər veririk, biz təlimlərimiz vasitəsilə öyrədirik və sizə qazanma imkanları veririk. Daha sonra mənim paylaşdıqlarım kimə fayda verir? Hansı ki, biz əsasən evdar xanımları seçirik. Yəni, bizim işimiz əsasən evdar xanımlara yönəlik olduğundan biz paylaşımlarımızı da onlara yönəlik seçirik. Mən adətən paylaşımlarımı saat 12 arası edirəm. Əslində deyirlər ki, axşam 9. Bizdə mən baxmışam ki, hansı ki, mən səhər saat 12-də saat 1 aralığında etdiyim paylaşımlar daha çox baxış yığır. Çünki düşünürəm ki, bu aralarda valideynlər uşaqlarını məktəbə yola salır, rahat şəkildə tez baxırlar və mən ona görə videolarımı o vaxt əsasən paylaşıram. Və daha sonra baxın, mən burada güvən yaratdıq, dediklərimin hər biri səhifəmizi düzgün başlıq seçsək, hər gün paylaşımıza diqqət etsək, baxın, suallar verirlər, network təlimi nədir? Mesela mən təlimlərimi paylaşıram ki, mən bugün bu təlimi keçdim komandama, misal üçün bugün bunu öyrətdim, iş haqqında paylaşım edirəm və başlayıb suallar verirlər ki, biz də qoşula bilərik, mən də istifadə edirəm, mobilik məhsullar və günlərlə mən heç bir reklama pul xərcləmədən bu cür SMS-lər alıram. Güvən qazanmaq üçün nə etmək lazımdır? Güvən qazanmaq üçün biz günlük, misal üçün, deyək ki, təlim verdik, təlimin nəticələrini paylaşıram. Misal üçün, mənə gələn təşəkkür mesajları
yazdıqlarını və eyni zamanda qruplarımla işi. Düzdür, çoxu bura yerləşdirə bilmədim, amma hər bir hekayələrimdə mütləq qruplarla iş paylaşıram. Çünki bu insanların daha çox diqqətini çəkir ki, biz Aynur Baxışova misal komandasında olsaq nələri qazanacağıq? Hansı ki, mən hər gün keçdiyim təlimləri, komandamın keçdiyi təlimləri paylaşımlar edirəm və bu paylaşımların nəticəsində də insanların çoxlu güvənini qazanırım. Bu cür SMS-dən alıram. Paylaşımlar necə olmalıdır ki, bizə yazsınlar. Əsasən sual-cavab xarakterli edirəm. Misal üçün, yazım, sən də bu problemi yaşayırsan, dəvət edə bilmirsən, o zaman buyurun, mən sizə dəvət etməyi öyrədim. Misal üçün, paylaşıram ki, satış bacarmırsan, buyurun, gəl satışı öyrədirəm, hansı bu təlimimdə. Baxıram ki, o qədər yazır. Sual-cavab xarakterli adətən videolar paylaşanda, baxın, mənim bu video, hansı ki, bu üç direktor komandasını yetişdirirəmsə, hansı rütbəni açıram. Bu paylaşım çox səsli aldı. O qədər mənə yazanlar, sualın qarşı hansı rütbədir, hansı ki, mən onun altda yazmışdım ki, hansı rütbədir və onu oxuyan zaman mənim release videom keşfətə düşürdü, daha çox insanların qarşısına çıxırdı. Və paylaşımlar daha necə olmalıdır ki, sırf maraq oyatsın. Misal üçün, mən yazmışdım ki, bir il öncə bu işə başlayanda düşünməzdim ki, bu qədər qazanacağım. Sırf premiyalarımı paylaşmışdım və bu paylaşım çox baxış göstərmişdi və hər an bundan qeydiyyat götürürəm və yazıqlar maraqlanırlar ki, bax necə. Və bunlar da təbii ki, bir vaxt aparır, zaman aparır. Hər iş olduğu kimi biz işimizə zaman ayırmalıyıq. Və mən davamlı metodlar fikirləşirəm ki, insanların marağını necə çəkə bilər, necə insanlar həyatını dəyişə bilər. Bu cür sual tipli mən paylaşımlar edirəm və bunun nəticəsində də çox gözəl inkişaf edirəm. Necə paylaşımlar edək ki, bizə yazsınlar. Misal üçün, hansı ki, mənim bu paylaşımda siz də evdən oturaraq 500 plus qazanmaq istəyirsiniz. Bu rilisin mənim bugün də daha çox baxış sayı və evdən xanımlara nəzərə mən bunu paylaşmışdım və nəticə itibarilə hər gün yazanlarla çox olur bu videoya görə də. Ona görə də mütləqdir ki, paylaşımlarımız ardıcıl və səliqəli olsun. Misal üçün, belə bir releaselər qoyuram ki, heç evdən çıxmadan qazanmaq bilirsiniz ki, mümkündür. Bu cür qoyduğum videolarda, paylaşdığım videolarda daha çox diqqət çəkirəm. Və sosial mediada məni ən çox tanıdan, hansı ki, ən çox qeydiyyatlar mənə necə gəlir? Bax, bu, mənim hazırladığım bu təlim PDF-ləri vasitəsilə, hansı ki, bu təlimləri mən hər dəfə komandama keçdikcə paylaşımlar edirəm. Təbii ki, burada hər birini yerləşdirə bilməmişəm, amma bacardığım qədər yerləşdirmişəm. Dəvət etdiyimiz insanlara verilən sual, satış texnikaları, komanda ilə iş sistemi, komandanın inkişafı ilə bağlı və sırf komandanın iş sistemi ilə bağlı hazırladığım bu təlimləri mən hər gün paylaşdıqca insanlarda maraq doğururam ki, hansı təlimdir, biz bu təlimi alsaq, misal üçün, hansı yerdə olarıq, necə inkişaf edərik, bu cür suallar gəlir mənə hər gün. Və biz komandamızı inkişaf etmək üçün davamlı özümüzü inkişaf etdirməliyik düşünürəm. Və mən diqqətiniz üçün təşəkkür edirəm. Çalışdığım qədər qısa istədim olsa.